Xeyr, bu alovu şöylələnən oddur. Başın dərisini sıyırıb çıxaran bir od. O od çağırır haqqa arxa çevirəni, ondan üz döndərəni və mal-dövlət yığıb saxlayanı. Həqiqətən insan kəm-hövsələ yaradılmışdır. Ona bir pislik toxunduqda özündən çıxır, bir xeyir nəsib olduqda isə xəsislik edir. Namaz qılanlar istisnadır. O kəslər ki, namazlarını həmişə qılırlar. O kəslər ki, onların mallarında məlum bir haqq vardır. Dilənən və həya edib dilənməyən miskinlər üçün. O kəslər ki, haqq hesab gününü təsdiq edirlər. O kəslər ki, Rəbbinin əzabından qorxurlar. Axı, Rəbbinin əzabı onlar üçün də təhlükəsiz deyil. O kəslər ki, tənasül üzvlərini zinadan qoruyurlar, zövcələrindən və sahib olduqları cariyələrdən başqa. Buna görə onlar əsla qınanmazlar. Bundan artığını istəyənlər isə həddi aşanlardır. O kəslər ki, əmanəti danmır və əhdlərini pozmurlar. O kəslər ki, şahidliklərində mətindilər. Bir də o kəslər ki, namazlarını dəqiqliklə qılırlar.